Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Bu günlər biz sizlərlə ən sadə trigonometrik tənliklərdən danışacağıq. Trigonometrik tənliklərdən danışmaq üçün əvvəlcə biz sinus x bərabərdir a tənliyinə baxacaq. Sinus x bərabərdir a tənliyinə baxacaq. Bu tənliyə baxmamışdan öncə, əvvəlcə biz öncəki videolardan da izləsəz görərsiniz ki, bir vahid çevrə götürürdük. Məlumumuzdur ki, bu oxun adı sinus, bu oxun adı kosinus adlandırmışdır. Biz bilirdik ki, sinus funksiyası 1, -1 aralığında qiymət alır. Yəni, buranın koordinatları 0, 1, buranın koordinatları isə 0, -1 idi. Vahid çevrə götürmüşdük. Bu barədə çox danışmaq istəmirəm, çünki öncəki videoda trigonometriyada ətraflı məlumat ala bilərsiniz. Gəlin əvvəlcə sinus x bərabərdir a tənliyinə baxmadan, hələ ki sinus x bərabərdir 1 tənliyinə baxaq. Sadə trigonometrik tənliyə baxaq. Mən baxıram görürəm ki, sinus funksiyası bu nöqtədə 1 qiymətini alır. Baxın, başlanğıc nöqtədən hərəkətə keçdik və 90 dərəcə, baxın 90 dərəcə bucaq cızdıqdan sonra sinus gəldi 1 qiymətini aldı. Onda x bərabər nəyə? Pi bölünsün 2-yə. Digər tərəfdən sinus funksiyası bu çevrənin üzərində növbəti dəfə 1-i tam bir dövr elədikdən sonra alır. Növbəti biri yenə tam bir dövr elədikdən sonra alır. Onda belə qənaətə gəlmək olar ki, sinus x bərabərdir 1 tənliyi, pi bölü 2-dən 1-i aldı, növbəti biri isə hər 2 pi'dən 1, yəni hər tam dövrdən 1 alacaq. 5 dövrdən sonra, 3 dövrdən sonra, 8 dövrdən sonra fərq eləməz. Hər tam dövrdən 1 sinus 1 qiymətin pi bölü 2-də alır. Onda x bərabərdir pi bölü 2 üstə gəl, 2 pi tam dövr vurulsun k. Yəni, k da bizdə nəyi göstərir? Hər neçə dənə tam dövr elədik. Burada k daxildir tam ədədlər çoxluğuna. Çünki bu formada hərəkət elədikdə müsbət plus 2 pi k olacaq. Tərsini hərəkət elədikdə isə, daha doğrusu saat əqrəbi istiqamətində hərəkət elədikdə isə mənfi qiymətlər alacaq. Mənfi 2 pi, mənfi 4 pi, mənfi 8 pi bu formada qiymətlər ala bilər. Deməli, sinus x bərabərdir 1 tənliyinin həlli, x bərabərdir pi bölü 2 üstə gəl 2 pi k. Bəs yaxşı, sinus x bərabərdir mənfi 1 tənliyinin həlli necə olacaq? Mən baxıram ki, sinus x bu funksiya mənfi 1-i bu nöqtədə alır. Biz bilirik ki, burada a 1, mənfi 1 aralığında qiymət alır. Çünki bu aralıqdan kənara çıxan deyil bizim funksiyamız. Sinus x bərabərdir mənfi 1. Mənfi 1. Baxın, gəldi, aldı mənfi 1-i. Biz bunu 3 pi böl 2-də də deyə bilərik. Və yaxud da ki, bura ən yaxın nöqtə hardadır? Gəlirəm belə, mənfi pi böl 2. Yəni, riyaziyyatda qəbul olunub ki, daha yaxın məsafə hansısa onu götürəcək. Biz 3 pi böl 2 əvəzinə deyəcəyik nə? Mənfi pi böl 2-də alır. Çünki saat əqrəbi istiqamətində bu nöqtədən başlayıb bucaq cızmağa başlasa, mənfi pi böl 2 olacaq. Onda x bərabərdir. Mənfi 1-i aldı, mənfi pi böl 2-də. Bəs yaxşı, növbəti mənfi 1-i nə vaxt alacaq? Hər dəfə 1 tam dövr eləyəndən sonra. Yəni, hər 2 pi k-dan 1 mənfi pi bölünsün 2-ni alacaq. Onda belə çıxır ki, sinus x bərabərdir 1 tənliyinin həlli pi bölü 2 üstə gəl 2 pi k. Sinus x bərabərdir mənfi 1 tənliyinin həlli isə mənfi pi bölü 2 üstə gəl 2 pi k olacaq. Bu belə. Bəs yaxşı, növbəti sadə tənliyə baxaq sinus üçün. Sinus x bərabərdir 0. Sinus x bərabərdir. Bu çevrənin üzərinə baxsaq, görərik ki, sinus 0 qiymətini
Bu iki nöqtədə alır. Bu iki nöqtədə. Bu nöqtənin koordinatlarını biz bilsək baxarıq ki, -1, 0. Bu nöqtənin koordinatları 1, 0. Sinus funksiyası bu çevrənin üzərində 2 nöqtədə alacaq. Onda x bərabərdir. X bərabərdir. Birinci qiyməti harda alır? 0-da. Növbəti harda alacaq? Baxın, bir pi qədər gəldi, hərəkət elədi. Pi-də. Növbətini aldı. X bərabərdir. Pi-də. Növbətini harda alacaq? Gəldi 2pi, 3pi, 4pi, 5pi. Bu formada sinus funksiyasını qiymətləndirsək, onda biz deyə bilərikmi ki, sinus x bərabərdir 0 tənliyinin həlli x bərabərdir pi k olacaq. Deməli, k-ya qiymət versək, k-ya 0 versək, buradadır. K-ya 1 versək, pi buradadır. K-ya 2 versək, 2pi, 3pi. Onda belə çıxır ki, sinus x bərabərdir 0 tənliyinin həlli x bərabərdir pi k olacaq. Burada da k daxildir z-ə, k daxildir z-ə. Onda sinus x bərabərdir a tənliyini həll eləməmişdən öncə 3 dənə sinusla bağlı sadə trigonometrik tənliyə baxdıq. Sinus x bərabərdir 1-in həlli pi bölü 2 üstə gəlir 2 pi k. Sinus x bərabərdir mənfi 1-in həlli mənfi pi bölü 2 üstə gəlir 2 pi k. Sinus x bərabərdir 0 tənliyinin həlli isə x bərabərdir pi k olacaq. İndi getdikcə işimizi bir qədər çətinləşdirməyə doğru gedək. Belə bir tənliyə baxaq. Sinus x bərabərdir. Sinus x bərabərdir 2-də 1. Sinus x bərabərdir 2-də 1 tənliyə. Sinus x 2-də 1. Baxıram ki, 2-də 1 buradadır. Bu 2-də 1-i almaq üçün məlum məsələ ki, buradan bura hərəkətə gəlib. 1. X bucağı düzələcək. Alacaq 2-də 1. Bəs yaxşı, ikinci 2-də 1-i harada alacaq bizim funksiyamız? Diqqət edin, ikinci 2-də 1-i harada alıb? Bu nöqtədə. Təbii ki, bu nöqtənin də 2-də 1-ə bərabərdir. Onda belə çıxır ki, növbəti bucaq buradadır. Yəni, sinus funksiyası 2-də 1-i x1 bərabərdir. Hansı biz trigonometrik cədvəldən də bilirik ki, 30 dərəcə pi bölünsün 6-da x2 bərabərdir. Biz belə bir qaydanı bizə bəllidir ki, bucaqlarının cəmi 180 dərəcə olan sinusların qiyməti bir-birinə bərabərdir. Yəni, bu bucağın qiyməti neçədir? Pi bölünsün 6. Növbəti, bu bucaq bizdə neçədir? 150 dərəcə. 150, bu da 30, 180. Məlum məsələdir ki, bu bizim üçün yeni bir anlayış deyil. Onda belə çıxır ki, bu bucaq 150 dərəcədir. Bu bucaq isə neçə dərəcədir? 30 dərəcə. Hər iki bucağın cəmi 180 verdiyindən bu iki bucağın sinusları bərabərdir. Qrafikdə də baxsaq görərik ki, hər iki bucağın sinusu 2-də 1-ə bərabərdir. Onda əgər 180 dərəcəyə bərabərdirsə, mən bunu yazaram belə. Pi çıx, pi böl 6. Hər iki bucağın cəmi 180 dərəcəyə bərabərdir. Yaxşı, belə olacağı halda bu pi böl 6-da bu nöqtəni bir də nə zaman alır? Tam bir dövrdən sonra, yəni yazaram bura 2 pi k. Bu nöqtəni bir də nə zaman alır? Tam bir dövrdən sonra yazıram 2 pi k. Mən baxıram ki, 2 seriyə həll almışam. x1 bərabərdir pi böl 6 üstə gəl 2 pi k. x2 bərabərdir pi çıxılsın pi bölünsün 6 üstə gəl 2 pi k. Hər iki həll, baxın, bir nöqtənin biri buradadır, nöqtənin biri buradadır. Bəzən testlərdə, bəzən yox, çox testlərdə siz baxsaz görərsiniz ki, 2 dənə həlli bu formada vermirlər. Həlləri birləşdirib verirlər bizə. Bu zaman belə bir, deməli, həllər seriyasıdır. Onda biz 2 həlli birləşdirib belə yazırıq. X bərabərdir. Mənfi 1 üstündə n, pi bölünsün 6 üstə gəl pi n. Pi bölünsün 6 üstə gəl pi n. Bəs yaxşı. Onda bu həlli bağlayan nədir? Nə qanuna uyğunluq var? Bir də diqqətlə baxaq. Əgər burada n bərabərdir 2k olarsa, yəni cüt ədəd olarsa,
Görün nə baş verəcək. X1 bərabərdir. Mənfi 1 üstündə 2K cüt ədəd olduğundan eləyir 1. Pi bölü 6-ya vuranda qaldı pi bölü 6 üstəgəl. N-in yerinə 2K qoysaq 2pk. X2 bərabərdir. N bizdə tək ədəd olsa, yəni n bizdə olsa n bərabərdir 2K plus 1 tək ədəd olsa, gətirib yerinə qoysan. Mənfi 1 üstü tək ədəd. Elə mənfi 1, yəni mənfi pi böl 6 üstəgəl. Pi vurulsun, K-nın yerinə qoydum 2K plus 1. Bu da bizdə nəyə bərabərdir? Pi-ni vuracam 1-ə. Pi çıxılsın, pi bölünsün 6 üstəgəl 2 pi K. Onda belə bir nəticəyə gəlirik ki, diqqətlə baxsaq görərik ki, x2 həmin x2-dir, x1 isə həmin x1-dir. Yəni, sinus x bərabərdir 2-də 1 funksiyasını həll eləmək istəsək, nə edəcəyik biz? Bu formada həllər seriyası var. Birləşdirilmiş formada mənfi 1 üstü n, pi bölünsün 6 üstəgəl pn şəklində yaza bilərik. Təbii ki, burada n daxildir z-ə, yəni n də tam ədədlər çoxluğundandır. Ola bilər ki, sinus x bərabərdir 2-də 1 olmasın, sinus x bərabərdir 3-də 1 olsun. Olsun bu nöqtədən. Diqqətlə baxaq. Bu nöqtənin bucağı nəyə bərabərdir? Arc sinus 3-də 1. Gəlirəm, baxıram bura. Bu nöqtədə nəyə bərabərdir? Şəkil bir qədər səliqəsiz oldu. Arc sinus 3-də 1 təbii ki, mənfi. Yenə dəyişən bir şey olmayacaq. Əgər sinus x bərabərdir 3-də 1-i həll eləmək istəyiriksə, bu zaman x bərabərdir, bu nöqtədə nə baş verdi? Arc sinus 3-də 1 üstəgəl təbii ki 2 pi k x1, x2 nəyə bərabərdir? Mənfi arc sinus 3-də 1 üstəgəl 2 pi k. Yenə 2 seriya həll aldı. Bu 2 seriya həlli birləşdirmək istəyirəm mən. Amma diqqətlə baxın. Burada mən yazmışam ki, mənfi arc sinus 3-də 1. Biz bayaqlar dedim ki, bucaqlarının cəmi 180 dərəcə olan sinusların qiyməti bərabərdir. Onda bunun yerinə mən yaza bilərəm də belə. Pi çıxılsın arc sinus 3-də 1. Pi çıxılsın arc sinus 3-də 1. Çünki yenə baxın, diqqətlə baxın, dəyişən heç bir şey olmayacaq. Onda burada x1-i yazdıq arc sinus 3-də 1, x2-ni yazdıq mənfi arc sinus 3-də 1, yəni pi çıxılsın arc sinus 3-də 1. Onda bu iki həlli birləşdirib yaza bilərəm. Belə x bərabərdir. Mənfi 1 üstündə n arc sinus 3-də 1 üstəgəl pi n. Yenə n burada hara daxildir? Tam ədədlər çoxluğuna daxildir. İstəsək yoxlaya bilərik. N-in yerinə biz 2k qoysaq, n bərabərdir 2k qoysaq, yəni cüt ədəd qoysaq, bu cütdür. Onda x1 bərabərdir arc sinus 3-də 1 üstəgəl n yerinə 2k qoymuşuq. 2 pi k. x2 bərabərdir. Tək ədəd qoyduğumuza görə mənfi arc sinus 3-də 1. N də yerinə 2k plus 1 qoyduğumuza görə, n də yerinə 2k plus 1 qoyduğumuza görə, plus 2 pi k, deməli plus pi olacaq. Pi çıx arc sinus 3-də 1, pi çıx arc sinus 3-də 1, üstəgəl 2 pi k. Deməli, heç bir sıxıntı yaranmadı. Onda biz belə bir qərara gələ bilərik ki, sinus x bərabərdir 1 tənliyin həlli burada, sinus x bərabərdir mənfi 1 tənliyin həlli burada, sinus x bərabərdir 0 tənliyin həlli burada və ən əsası bayaqdan bunu yazmağa çalışırıq, yuxarıda yazmışıq. Sinus x bərabərdir a tənliyinin həllini axtarırıqsa, bu zaman x bərabərdir, eyni şeyləri x bərabərdir. Mənfi 1 üstündə n arc sinus a üstəgəl pi n. N də daxildir tam ədədlər çoxluğuna. Beləliklə, sinus funksiyası üçün sinus x bərabərdir a, sinus x bərabərdir 1, mənfi 1, 0
tənliklərin hər birini həll elədik. Qəti şəkildə əzbərləmək olmaz. Çevrəni çəkməklə sinusun 1 aldığı, -1 aldığı, 0 aldığı qiymətləri tapdıq və nəhayət sonda sinus funksiyasının çevrə üzərində istənilən bir nöqtədə qiymətini tapırıq. Məsəl üçün 2-də 1 götürdük, həll elədik. 2 cavabı necə birləşdirdik, onu da qeyd elədik. Və yaxud sonra 3-də 1 götürürəm arxdan və ümumi hala gətirib tənliyi yazdıq. Deyə bilərsiniz ki, bəs yaxşı, bu ümumi hal varkən bu iki hala nəyə ehtiyac var? Yəni, nəyə ehtiyac duyulur ki, bu iki halı biz yazaq? Onda belə bir məsələ qeyd eləyəcəm. Görərik ki, o hal bizim üçün bəzən köməyimizə çatır. Ola bilər ki, bizə belə bir tənlik versinlər. Sinus x çıxılsın pi bölünsün 3 bərabərdir 2-də 1. Onda mən yazıram x çıxılsın pi bölünsün 3 bərabərdir. 2-də 1 yazmaq üçün yazıram -1 üstündə n. 2-də 1 bizdə 30 dərəcə, yəni pi bölünsün 6 üstə gəl pi n. Bu tənliyi həlli. x1 bərabər. Biz əgər burada tapsaq, bu formada, diqqətlə baxsaq görərsiniz nə alınacaq? X bərabərdir. -1 üstündə n pi bölünsün 6 üstə gəl pi bölünsün 3 üstə gəl pi n. Diqqətlə baxsam görərəm ki, mən bu ifadə ilə bunu toplaya bilmirəm. Çünki işarəsini dəqiq bilmirəm. Bilmirəm, bəlkə də testdə belə bir həllə rastlaşa bilərsiniz, amma çox az hallarda ola bilər. Belə olan halda artıq mən məcburam bunun n-in yerinə tək və cüt qiymətlər qoyum. Görün, nə baş verəcək? Bu tənliyi həll eləmək istəyirəmsə, x çıxılsın pi bölünsün 3 bərabərdir. Bir dəfə n-in yerinə 2k qoysam, alınacaq pi bölünsün 6 üstə gəl 2 pi k. Bir dəfə də bu x1 yazaq. Bir dəfə də çıxılsın pi bölünsün 3 bərabərdir. Yerinə tək qiymət qoysam, -pi bölünsün 6 üstə gəl, n yerinə 2k plus 1 qoysam, 2 pi k plus pi olacaq. Onda nə alınır? x1 bərabərdir. Pi bölünsün 6 üstə gəl, pi böl 3 üstə gəl 2 pi k. x2 də bərabərdir. Pi bölünsün 3 çıx pi bölünsün 6 üstə gəl pi, üstə gəl 2 pi k. Məlum məsələ bu tənlikləri artıq həll edə bilərik. x1 bərabərdir. Deməli, 6. Biz də eləyəcək 3 pi böl 6, yəni pi bölünsün 2. Pi bölünsün 2 üstə gəl 2 pi k. x2 bərabərdir. Hər üçün deməli 6-nı ortaq 2 pi. Çıx pi, üstə gəl 6 pi, üstə gəl 2 pi k. Bu da bərabərdir. 6-da 8, deməli 7 pi, üstə gəl 2 pi k. Deməli, bəzən məsələləri bu formada, yəni ayrı-ayrı həlləri yazmaqla istifadə edə bilərsiniz. Məsələmizi bu formada versələr, x ilə versələr, bu qayda ilə həll edəcək. Yox, x çıxılsın radian veriblərsə, artıq seriya həllərə müraciət eləyəcək. Sinus x funksiyası barədə hələ ki bu qədər. Bunlar deməli sadə trigonometrik funksiyalarında sinus funksiyasını danışdıq daha doğrusu. İndi kosinus funksiyası üçün baxaq. Nəzərinizə çatdırım ki, həm sinus, həm kosinus funksiyasını bu çevrədən istifadə eləməklə çox rahatlıqla əzbərləmədən tənliklərini həll edə bilərsiniz. Amma tangens və kotangens funksiyalarında isə biz tangens və kotangens funksiyalarının qrafiklərinə müraciət eləyəcəyik. Deməli, bunu silək. Yazaq kosinus x bərabərdir a. Məlum məsələ. Biz bilirik ki, kosinusda
X oxunun adıdır, absis oxunun adı kosinus. Fikir verin, bu aralıqda baxacaq qiymətlər çoxluğuna. -1, 1 aralığında kosinus funksiyasının qiymətlər çoxluğuna baxacaq. Daha doğrusu qiymətlərinə baxacaq. Məlum məsələ. Burada biz nəyə müraciət eləyəcəyik? Yenə sinusda vəziyyət necə etsə, kosinusda da həmin hallara baxaq. Əvvəlcə baxaq, kosinus x bərabərdir 1-ə. Baxıram ki, kosinus funksiyası 1 qiymətini burada alır. Onda x bərabərdir. X bərabərdir. Burada kosinusun bucağa fikir verin, 0. Növbətini nə vaxt alır? Elə bir ki, 0-da alır, düzdürmü? Növbətini nə vaxt alacaq? Tam bir dövr eləyir 2pi-dən sonra. Növbətini tam bir dövr eləyir 2pi-dən sonra. Onda yaza bilərəm də 0 üstəgəl 2pi-k. 0 üstəgəl 2pi-k. 0'ı yazmazlar. 0'ı yazmazlar. Onda kosinus x bərabərdir 1 tənliyinin həlli. Olacaq bizdə nə? X bərabərdir 2pi-k. Davam eləyək. Yaxşı. Eyni formada davam et. Sinusda necə elədiksə, eyni şeyi kosinusda eləyək. Olsun. Birincidə kosinus x bərabərdir 1. İkinci, bu dəfə baxaq, kosinus x bərabərdir -1 tənliyinə. -1 tənliyinə. Bəs yaxşı, kosinus x -1'ə harda alır? Hərəkətə başladı. 180 dərəcəli bucaq cızdıqdan sonra -1 aldı. X bərabərdir pi. Növbəti -1 nə vaxt alacaq? Yenə 180 dərəcə yox, əslində. Buradan başladı, düzdürmü? 360 dərəcədən sonra yenə -1 alacaq. Yəni 2pi-dən sonra. Növbəti bir 2pi-dən sonra yenə -1. Onda pi üstəgəl 2pi-k. Onda belə çıxır ki, kosinus funksiyası bir qiymətini 2pi-k-da alır. Kosinus funksiyası bir qiymətini 2pi-k-da alır. Amma kosinus x bərabərdir -1 isə, kosinus x bərabərdir -1 isə bizdə nə zaman alacaq? Pi üstəgəlsin 2pi-k-da alacaq. Onda üçüncü funksiyaya, üçüncü tənliyə, üzr istəyirəm, tənliyə funksiya deyirəm. Kosinus x bərabərdir, indi isə 0 tənliyinə baxaq. Yaxşı, kosinus x bərabərdir 0 tənliyinə baxıram. İndi 0'ı kosinus harda alırdı? Bu nöqtədə. Bir də harda alır? Bu nöqtədə. Bu nöqtədə, bir də bu nöqtədə. Onda yaza bilərəm. X bərabərdir. Birinci 0'ı harda aldı? Pi bölünsün 2-də. Növbət dəfə pi addım hərəkət elədi, aldı. Növbət dəfə pi addım, pi. Hər pi-dən bir. Onda mən yazaram ki, x bərabər pi bölü 2 üstəgəl pi-k. Hər birində k burada hara daxildir? Tam ədədlər çoxluğuna daxildir. Onda kosinus üçün ən sadə 3 trigonometrik tənliyi yazdıq. Kosinus x bərabərdir 1, x bərabərdir 2pi-k-ya. Kosinus x bərabərdir -1, x bərabərdir pi üstəgəlsin 2pi-k-ya. Kosinus x bərabərdir 0'da isə pi bölünsün 2 üstəgəlsin pi-k. Bəs yaxşı. Kosinus x bərabərdir a olanda nə baş verir? Yəni biz burada 1, -1 və 0 hallarına baxmışıq. Trivial hallardır. Bəs onda tutaq ki, kosinus x-in, gəlin baxaq, bu nöqtəyə baxaq istəyirsiniz. Olsun, kök altında 3 bölünsün 2 olsun. Kök altı 3 bölünsün 2. Ya da 2'də 1'ə baxaq. Sinusda 2'də 1'ə baxmışdıq. Gəlin elə bunda da 2'də 1'ə baxaq. Fərq yox. Səhv qeyd elədim. Buradakı nöqtə sinusundur. Sinus oxunun üzərində. Mən baxmalıyam bura. Kök altında 3, üzr istəyirəm. 2'də 1 nöqtəsini. Kosinus oxu üzərində qeyd elədim. 2'də 1'ə. Gəlin bunu daha səliqəli çəkək. Şəklimiz biraz inandırıcı olsun. Həm də səliqəli olsun. 2'də 1. 2'də 1'ə baxmaq istəyirəm. Deməli, kosinus oxu üzərində qeyd elədim bu nöqtədə.
2'də 1-i bizdə kosinus hansı bucaqda alırdı? 60 dərəcədə. Pi bölünsün 3-də deyək də. Bəs yaxşı. Bu nöqtə bizdə nədir? 2-də 1. Kosinus 2-də 1 alırsa, onda yazıram. Bu tənliyi həll etməyə çalışıram. Kosinus x bərabərdir 2-də 1. X bərabərdir. 2-də 1 dedik ki, 60 dərəcədə, yəni pi bölünsün 3-də alır. Bəs bir də nə vaxt alacaq? Bu nöqtənin qiymətini 2-də 1 yox. Bu nöqtəni bir də nə vaxt alır? Bu tam bir dövr eləyir, alır. Plus 2 pi k. Axı kosinus 2-də 1-i başqa nöqtədə də alır. Diqqətlə baxaq. Bir də harda aldı? Mənfi pi bölünsün 3-də. Kosinus həm pi bölü 3-də, həm də mənfi pi bölü 3-də bərabərdir. Mənfi pi bölünsün 3. Bu nöqtəni almaq üçün yenə nə eləməlidir? Tam bir dövr eləməlidir. Oldu 2 pi k. Onda belə çıxır ki, kosinus x bərabərdir 2-də 1-i həll eləmək üçün pi bölü 3 üstə gəlir 2 pi k və mənfi pi bölü 3 üstə gəlir 2 pi k. Sinus da yadınıza gəlirsə, biz demişdik ki, bucaqlarının cəmi 180 dərəcə verən sinusların qiyməti bərabərdir. Kosinusda isə qrafikdə baxsaz görərsiniz ki, həm müsbət, həm də mənfi pi bölü 3-də 2-də 1 alır. Onda bu iki həlli birləşdirib yaza bilərik belə. X bərabərdir. Plus minus pi bölünsün 3 üstə gəl 2 pi k. Vəziyyət dəyişsin. Bu dəfə baxaq. Kosinus x bərabərdir 3-də 1-ə. Kosinus x bərabərdir 3-də 1-ə. Onda nə baş verəcək? Tutaq ki, bir nöqtə götürürük. Gəlin bu nöqtəni artıq eləyək. 3-də 1. Onda bucaq neçə eləyəcək bizdə? Arc kosinus 3-də 1. Burada da eləyəcək mənfisi təbii ki. Burada da eləyəcək arc kosinus 3-də 1. Onda x nəyə bərabər olar? X1-imiz bizdə yuxarıdakı nöqtə üçün eləyəcək. Arc kosinus 3-də 1 üstə gəl 2 pi k. X2 nəyə bərabər olacaq? Mənfi arc kosinus 3-də 1 üstə gəl 2 pi k. X onda bərabər olacaq plus minus arc kosinus 3-də 1 üstə gəl 2 pi k. Onda biz kosinus x bərabərdir 2-də 1 tapdıq. Kosinus x bərabərdir 3-də 1 tapdıq. Onda kosinus x bərabərdir. A tənliyini həll eləmək istəsək, biz A-nı bilirik ki, mənfi 1 aralığındadır. Onda x bərabərdir. Plus minus arc kosinus A üstə gəl 2 pi k olacaq. Yenə k daxildir tam ədədlər çoxluğuna. Deməli, kosinus funksiyası üçün sadə trigonometrik tənliklər 3 dənə trivial baxdıq. Kosinus x bərabərdir 1-ə, x bərabərdir 2 pi k. Kosinus x bərabərdir mənfi 1-ə, x bərabərdir pi üstə gəl 2 pi k. Kosinus x bərabərdir 0-ə, pi bölü 2 üstə gəlsin 2 pi k. Hər birində k z-ə daxildir. Dördüncüdə isə, ümumi hala baxırıq. Kosinus x bərabərdir a. Onda x bərabərdir plus minus arc kosinus a üstə gəl 2 pi k. Buna uyğun bir məsələ də qeyd edirik. Təbii ki, 2-də 1 halına baxdıq deyib. Bir də ola bilər belə bir məsələyə baxaq. Tutaq ki, kosinus x plus pi böl 4 bərabər olsun 1-ə. Biz burada kosinus x-ə baxmışdıq. İndi bir balaca dəyişiklik eləyək. Onda nə baş verəcək burada? X plus pi böl 4 bərabərdir. Plus minus arc kosinus 1 üstə gəl 2 pi k. Biz bilirik ki, kosinus funksiyasını arc kosinus plus minus 2-də 1-də. Onda biz bunu belə yaza bilərik də. X plus pi böl 4 bərabərdir 2 pi k-ya. Onda x bərabərdir mənfi pi böl 4 üstə gəlsin 2 pi k formasında yaza bilərik. Burada arc kosinus 1 diqqətlə baxaq. 1-i bizdə həll eləyəndə harda alırdı? Fikir verin, arc kosinus x bərabərdir 2 pi k-da alırdı. Həm plusunda,
həm minusunda 2pk-nın içərisində olduğuna görə, yəni bu həll aralığında olduğuna görə da qeyd eləmədik. Yazdıq belə, mənfi pi bölünsün 4 üstə gəl 2pk şəklində. Bu belə. Başqa nümunə yazmağımıza ehtiyac varmı? Bir dənə də nümunə yazaq istəyirsiniz. Bununla bağlı məncə kifayət eləyər. Çox vaxt itirməyək. Keçək tangens və kotangens tənliklərinə. Tangens x bərabərdir, kotangens x bərabərdir A tənliklərinin həllinə. Nəzərinizə çatdırım ki, biz burada dərsdə maksimum dərəcədə qısa formada və çox da dərinliklərinə enmədən ümumi şəkildə məlumatlar veririk, tənliklərin izahını veririk, yadda saxlama formasını veririk. Məqsədimiz ondan ibarətdir ki, şagirdlərimiz bu cədvəlləri, yəni bu qiymətləri, bu tənliklərin bu həllərini əzbərləməsinlər, öyrənsinlər. Qəti şəkildə əzbərləməyə ehtiyac yoxdur. Davam edək. Artıq bizə bu çevrə lazım deyil. Çünki biz tangens və kotangens x bərabərdir A tənliklərinin həllinə baxacaq. Tangens x bərabərdir A tənliyinin həllinə baxırıq. Tangens x bərabərdir A tənliyinə. Bu tənliyi həll eləmək üçün bəzi yoldaşlar əzbərə üstünlüyü verirlər. Amma qəti şəkildə əzbərə ehtiyac yoxdur. Qəti şəkildə. Xüsusiyyətlərini bilsək, bizə kifayət eləyəcək. Biz bilirik ki, tangens x bərabərdir sinus x bölünsün kosinus x-a. Əvvəlcə asimptotlarımızı qeyd edək. Mənfi pi bölü 2 üçün boş saxlayırıq. Pi bölünsün 2. Biz hansı aralıqda baxırıq bura? Deməli, mənfi pi bölü 2, pi bölünsün 2 aralığında baxacaq. Qrafikimizi çəksək. Bu oldu bizdə mənfi pi bölü 2, pi bölü 2 aralığında tangens x funksiyasının qrafiki. Gəlin həll eləməyə çalışaq. Tutaq ki, tangens x bərabərdir 1-ə. Gəlirəm, nöqtə götürürəm. 1. Biz bilirik ki, tangens x 1-i harda alırdı? Pi bölünsün 4-də. Onda x bərabərdə olacaq nə? Pi böl 4. Bəs yaxşı. Mənfi 1-i harda alacaq? Tangens x bərabərdir mənfi 1. Məlum məsələ. Mənfi 1. Bu nöqtədə oldu mənfi pi böl 4-də. Onda x bərabərdir mənfi pi böl 4-də. Bəs yaxşı, tangens 0-ı harda alacaq? Tangens x bərabərdir 0-ı harda alacaq? Mərkəzdə. Onda x bərabərdir nəyə? 0-a. Belə bir sual çıxır. Başqa yerlərdə bu qiymətləri almır, bəs. Biz bu vaxta qədər sonsuz sayda həlli olan tənliklərlə çox az tanış olmuşuq. Amma trigonometrik tənliklərin həlli sonsuz sayda olur. Məhdudlaşdıra bilərik ki, məsəl üçün 0,2 pi parçasında həlli sayın deyin. Nə bilim 0,4 pi parçasında həlli deyin. Mənfi pi parçasında həlli deyin. Bu formada həlləri məhdudlaşdıra bilərik. Bizim burada baxdığımız 1, mənfi 1 və 0 həlləri mənfi pi bölü 2 mənfi pi bölü 2 pi bölü 2 parçasındadır. Biz bilirdik ki, tangens funksiyasının dövrü nə idi? Pi'dir. Növbəti həlləri pi qədər sağa sürüşdürsəm, burada alacaq. Və yaxud mənfi pi qədər sürüşdürsəm, burada alacaq. Onda tangens x bərabər pi bölü 4-ün həlli olacaq nə? Pi üstəgəl pi k, k daxildir tam ədədlərə. Üstəgəl pi k, k daxildir tam ədədlərə. 0-ını da yazmazlar, üstəgəl pi k olduğundan elə yazaram nə?
tangens x bərabərdir 0-ın da həlli x bərabərdir pi k olacaq. Deməli, 1, -1, 0. Sinusda, kosinusda baxdığımıza görə burada da baxdıq. Bəs yaxşı. Tangens x bərabərdir 2. Nə baş verəcək? Onda bucaq bizdə nədir? Arc tangens 2. Bəs yaxşı, -2 olsa, bucaq bizdə nə baş verəcək? Deməli, -arc tangens 2. Dəyişən bir şey varmı? Deməli, tangens x bərabərdir 2 olsa, x bərabərdir arc tangens 2. -2-ni həll eləmək istəsən, olacaq nə? X bərabərdir arc tangens arc tangens 2. Onda biz tənliyimizi ümumiləşdirə bilərik də. Onda biz burada yaza bilərik də. Tangens x bərabərdir a tənliyinin həlli. X bərabərdir arc tangens a. Təbii ki, burada pi k'ları var bunların. Pi k'ları var. Arc tangens a üstəgəl pi k. Bu da bizdə oldu nə? Tangens x bərabərdir a tənliyini həll eləmək istəsək, x bərabərdir arc tangens a üstəgəl pi k. Trigonometrik tənliklərdə tangens və kotangens ilə bağlı tənliklərdə diqqətli olmaq lazımdır. Yəni, diqqətli olmaq söhbət nədən gedir? Nəyə görə diqqətli olmaq lazımdır? Belə bir tənlik verilə bilər. Tutaq ki, verilib bizə belə bir tənlik. Tangens x vurulsun 1 çıx sinus x bərabərdir 0. Səhvlərimizdə topulda belə bir məsələ olmalıdır. Tənliyi həll eləmək üçün biz bilirik ki, hasil vuruqlar 0-a bərabərdir. Onda tangens x-i ayaqları həll eləmişdik. X bərabərdir pi k-ya. Burada da sinus x bərabərdir 1 olduğundan trigonometrik tənliklərdə sinus x bərabərdir 1 tənliyini bayaq biz həll elədik. Həlli bizdə nə olurdu? Bu x1 idi. Həll olacaq bizdə nə? Pi bölünsün 2. Çünki çevrə üzərində 1-i pi bölü 2-də alırdı. Üstə gəl 2 pi k. Cavablara baxsanız, görəcəksiniz ki, bu həllər çoxluğunda yoxdur. Təbii ki, olmayacaq. Çünki tangens x funksiyası sinus x bölünsün kosinus x-dir. Pi bölünsün 2. Çevrəmizi çəksək, pi bölünsün 2 buradadır, düzdürmü? Burada bu sinusdur, bu isə kosinusdur. Bu nöqtədə kosinusumuzun qiyməti nəyə bərabərdir? 0-a. Ona görə 0-a. Bu bizdə bu nöqtədə 0-a bərabər olduğundan bu tənliyin, yəni tangens x bərabərdir 0 tənliyinin həllər çoxluğuna daxil deyil. Ona görə x2 bərabər pi bölü 2 üstəgəl pi k-nı cavablarda görməyəcəksiniz. x1 bərabərdir pi k cavabınız olacaq. Ona görə tangenslə bağlı və ya kotangenslə bağlı tənliklərdə xüsusi diqqətli və ehtiyatlı olmaq lazımdır. Davam eləyək. Bu tangens funksiyası. İndi baxaq kotangens. Tangens trigonometrik tənlik. İndi isə baxaq kotangensə. Görək kotangensdə nə baş verəcək. Yəni, eyni qayda ilə kotangens qrafikini çəkmək lazımdır. Yəni, eyni qayda ilə kotangensin qrafikini çəkəcək. Yenə bu tənliklərin tangensli, kotangensli xüsusiyyətini bilmədən yoldaşlar əzbərləməyə meyl edirlər, amma qəti şəkildə əzbərləməyə ehtiyac yoxdur. Biz bilirik ki, hansı aralıqda baxmalıyıq buna? 0, pi aralığında. 0, pi bölü 2 və olsun bizdə nə? Pi. Asimtotu çəksək. Bu formada qrafikini çəkmək istəsək, 0-ı bilirik ki, pi bölü 2-də alır. Ona görə bu oldu bizdə kotangensin qrafiki. Həll eləmək istəyirəm. Tutaq ki, kotangens x bərabərdir 0. Deməli, pi, 0
pi, bura oldu bizdə nə? Pi bölünsün 2. Onda x bərabərdir pi bölünsün 2-yə. Bir nöqtəsində həlli axtarıram. Bir nöqtəsində biz bilirdik ki, harada alırdı? Pi bölünsün 4-də. Onda kotangens x bərabərdir 1. X nə deməlidir? X bərabərdir pi bölünsün 4. Kotangens x bərabərdir mənfi 1-i axtarıram. O dəqiqə yoldaşlar kotangens x bərabərdir mənfi 1 deyən kimi qaçırlar. Mənfi pi böl 4-də. Bəli, mənfi pi böl 4-də mənfi 1-i alır. Amma 0 pi parçasında onu almır axı. Mənfi 1-i bizdə mənfi 1-i harada alır? Baxın. Burada. Mənfi 1-i burada alacaq. Ona görə mənfi 1-i harada alacaq bizdə? Pi çıxılsın, pi bölünsün 4-də. Yəni 135 dərəcədə x bərabərdir. Pi çıxılsın, pi bölünsün 4-də. Yenə deyirəm, mənfi pi böl 4-də də alır. Bəli, mən bu qrafikə baxsam bu aralıqda, mənfi pi bölünsün 2, mənfi pi aralığında baxsam, mənfi pi bölünsün 2, mənfi pi aralığında baxsam, qrafikim gəldi, oldu belə. Mənfi 1 qiymətini almaq istəyirəmsə, mənfi pi böl 4-də alır. Amma mən 0 pi parçasında, bu aralıqda baxdığıma görə, kotangens x bərabərdir mənfi 1-i, mənfi pi böl 4-də yox, pi çıxılsın, pi böl 4-də alacaq. Yadınıza gəlirsə, sinus funksiyasında biz bu barədə danışmışdıq. Demişdik ki, bucaqlarının cəmi 180 dərəcə verən sinusların qiymətləri bir-birinə bərabər. Deyən şey kotangenslərə deyəcək. Bu belə. Onda belə çıxır ki, 0 pi parçasında bizim kotangensimiz 1 alır pi böl 4-də, 0 alır pi böl 2-də, mənfi 1 alır pi çıx pi böl 4-də. Bəs yaxşı, təkcə bu aralıqdan ibarətdir. Xeyr, sonsuz sayda həlli var. Kotangens funksiyasının, deməli, kotangens funksiyasının dövrü nə idi? Pi k. Pi k. Pi k. Təbii ki, hər birində hara daxildir? Tam ədədlər çoxluğuna nədir? Daxildir. Və yaxud deyə bilərəm ki, məsəl üçün, kotangens 2-ni harada alacaq? Bucaq alacaq bizdə nə? Arc kotangens 2. Arc kotangens 2 formasında yazacaq. Onda biz həllərimizi birləşdirib yazmaq istəsək, kotangens x bərabərdir a-nın həllini axtarsam, x bərabərdir arc kotangens a üstəgəl pi k. Bu da bizdə olacaq. Kotangens x bərabərdir a tənliyinin həlli. Trigonometrik tənlikləri həll eləmək üçün heç bir əzbərə ehtiyac yoxdur. Sinus və kosinusu çevre üzərində, tangenslə kotangensi isə qrafiklər üzərində həll eləyərək cavaba çıxa bilərsiniz. Ümid edirəm ki, bugünkü dərsimiz sizlər üçün xeyirli olar və hər biriniz yararlana bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm. İnşallah növbəti dərslərdə görüşənədək hər birinizə uğurlar.